Hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video monitoring imtahanına hazırlaşan şagirdlər üçün olacaq. A variantını və 5-ci bölmənin demək olar ki, sonuna gəlib çatırıq. Bu gün də B variantından sonunu qoyarıq, yəni bitirmiş oluruq vurma və bölmə tapşırıqlarını. Gəlin birlikdə iki mətnin izahına və riyaziyyat tapşırıqlarına baxaq. Uşaqlar, yenə də deyirəm, videonu dayandırıb, özünüz mətni oxuyub, sualları birlikdə təhlil edək. Ya da ki, mənim oxuduqlarıma qulaq asın, daha sonra sualları özünüz işləyib, daha sonra videonu davam etdirə bilərsiniz. Gəlin başlayaq. Müəllimin vəzifəsi bədnin mətnindən. Könül müəllim sinif otağına daxil oldu. O, ətrafa nəzər salaraq düşündü. Bu otaq çoxlarına adi bir məkan kimi görünə bilər. Amma müəllim üçün bura əsl səhnədir. Bu səhnədə o yalnız bilik öyrədən deyil, həm də gənc ruhlara yol göstərən bir bələdçidir. Könül müəllim masasında əyləşərək jurnalı yazmağa başladı. Jurnalı yazdıqdan sonra uşaqlara maraqlı suallar verdi. Bu vaxt şagirdlərdən biri dedi: "Müəllim, mən də sizə bir sual verə bilərəm?" Könül müəllim mehribanlıqla cavab verdi: "Əlbəttə. Müəllim, bu həyatda insan üçün ən vacib şey nədir?" Könül müəllim cavab verdi: "Ən vacib şey insanın özünü tanımasıdır. Özünü anlamadıqca həyatın mənasını anlamaq çətindir. Hər bir insanın özünə aid bir yolu və məqsədi var. Bizim vəzifəmiz sizə bu yolu tapmağa kömək etməkdir." Uşaqların belə düşündürücü sualları gözlərindəki işıq, qəlblərindəki sevgi müəllimə əvəzsiz bir sevinc bəxş edirdi. Hər gün yeni bir dərs, hər gün yeni bir ümid demək idi. Könül müəllim bu müqəddəs vəzifəni seçdiyi üçün özünü çox xoşbəxt sayırdı. O, həmişə deyirdi: "Müəllimin vəzifəsi yalnız bilik öyrətmək deyil, həm də şagirdlərə həyatı öyrətməkdir. Bu, bir növ toxum səpməyə bənzəyir. Bu toxumlar böyüyüb bir gün dünya üçün böyük meyvələrə çevrilir və o zaman müəllimin səhnədə səssiz qalan rolu öz əsas məqsədinə çatmış olur." Mətnimiz bu qədərdir uşaqlar. Gəlin sualları birlikdə təhlil edək. Birinci sualda, yəni yenə də deyirəm, ekran görüntüsü alıb sualları özünüz işləyib, daha sonra cavablarına baxa bilərsiniz. Birinci sualda deyir, mətnə əsasən hansı fikir doğru deyil? Könül müəllim mehriban insandır, düzdür? Şagirdlərdən biri müəllimə sual verir, düzdür? Könül müəllim uşaqlara yeni dərsi izah etdi. Xeyr, dərsi izah etmədi, uşağın sualına cavab verdi. Könül müəllim uşaqların gələcəyində düşünürdü, düzdür. Səhv olan C variantı oldu. İkinci sualda deyir ki, müəllimin vəzifəsi yalnız bilik götürmək deyil, gələcəyin daha gözəl olması üçün toxum səpməkdir. Cümləsin mətnin hansı hissəsinə aiddir? Təbii ki də bu cümlələri müəllim sonlara doğru ifadə etmişdi özünü. Ona görə də burada olacaq sonluqda, yəni C variantında verilmişdir. Üçüncü tapşırıqda mətnə əsasən hansı hadisə daha əvvəl baş vermişdir? Könül müəllimin jurnalı yazmağa başlaması daha əvvəl başlamışdı. Bəli, elə yox. Mətnə əsasən təbii ki də müəllim birinci sinifə girir. Ona görə də cavabımız olacaq C variantı. Mətnə əsasən toxum səpmək dedikdə nə nəzərdə tutulur? Müəllimin şagirdləri əkinçiliklə tanış etməsi, xeyr, təbii ki də. Müəllimin rəngbərəng gül toxumları səpməsi, xeyr. Müəllimin şagirdlərə biliklə yanaşı həyatı öyrətməsi, bəli, cavabımız C variantı. Şagirdlərin bilik öyrənib ali məktəbə qəbul olması da deyil. Cavabımız olacaq C variantı. 5-ci tapşırıqda mətnə əsasən müəllimin vəzifəsi nədir? Uşaqlara yalnız bilik öyrətmək, xeyr, yalnız bilik öyrətmək deyil. Eyni zamanda həyati bacarıqlarda yiyələməyə kömək etməkdir. Uşaqlarla maraqlı söhbətlər etmək, yəni yalnız maraqlı söhbətlər deyil, həm də ki, dərs keçməkdir, bilik öyrətməkdir. Hər gün sinif otağını səliqəyə salmaq, xeyr. Uşaqlara həm bilik öyrətmək, həm də yol göstərməkdir. Bəli, cavabımız D variantı olmuş olacaq. Mətndə hansı sualın cavabı yoxdur? Yoxdur deyir. Bu həyatda insan üçün ən vacib şey nədir? Bəli, məqsədli olmaqdır. Buna cavab var. Könül müəllim hansı fənni tədris edirdi? Bu bizə məlum deyil. Müəllimin vəzifəsi nədir? Müəllimin vəzifəsi uşaqlara həm bilik öyrətmək, həm də yol göstərmək. Buna aid də cavab var. Könül müəllim niyə özünü xoşbəxt sayır? Çünki uşaqlara həm bilik verir, həm yol göstərir. Yəni bu peşəni seçdiyi üçün özünü xoşbəxt sayırdı. Cavabı tapılmayan, yəni mətndə cavabı olmayan tək sual könül müəllimin hansı fənni tədris etməsi idi? Cavab B variantı.
7-ci tapşırıqda mətnə əsasən cümləni tamamlayın. İnsan özünü anlamadıqca həyatın mənasını tapmaq çətinləşir. Elə A variantında bizə verilmişdir. 8-ci tapşırıqda mətndəki fərqləndirilmiş ifadəni hansı ilə əvəz etmək olar? Baxaq. Nəzər salmaqdır. Nəzər salaraq. Üzr istəyirəm. Nəzər salaraq. Nəzər salarağı hansı ifadə ilə əvəz etmək olmaz deyirsə, baxmaq olar, gözdən keçirmək olar, göz gəzdirmək olar, nəzarət etmək olmaz. Cavabımız D variantı. Baxırıq 9-cu tapşırığa. Mətnə uyğun gələn yarımbaşlıq hansıdır? Təbii ki də müəllimin vəzifəsindən söhbət gedir. Ailəsi yox, davranışı yox, peşəsi yox, sadəcə müəllimin vəzifəsindən söhbət gedir. 10-cu tapşırıqda deyir, mətnə əsasən hansı variantdakı fikir müəllimə əvəzsiz sevinc bəxş etdi? Etmir, daha doğrusu. Düşündürücü sualları xoşbəxtlik bəxş elədi. Gözlərindəki işıq da, qəlblərindəki sevgi də, amma uşaqların səhnədə çıxışı aid deyil. Ona görə də D variantımız səhv variantdır. Baxırıq, niyə Qız qalası informativ mətninə? Tarixi mənbələr bildirir ki, Qız qalasının indiki adı nisbətən yenidir. Bəzi sənədlərdə bu qala Xunsar adlanmışdır. Yəqin ki, bu adın mənşəyi Yunanlıların sitayiş etdiyi Asaru və Romalıların Osiris adlandırdığı tanrının adından törəyib. Bundan başqa, bu tikilinin Güzə qalası adlandırılması haqqında söylənilən fikirlər də maraqlıdır. Güzə qalası işıq və od tanrısının məbədi olub, qədim türk tayfaları ona sitayiş edib. Qız qalası adı yəqin ki, tikilinin müdafiə keçmişi ilə bağlıdır. Çünki bir vaxtlar bu qala Bakının əsas qalası olmuşdur. Çoxlu sayda hücumlara baxmayaraq, qala heç zaman fəth olunmayıb. Qız qalasının yaranması haqqında xeyli rəvayətlər mövcuddur. Başqa bir rəvayətdə isə belə deyilir ki, bir şah qızının sevmədiyi bir adamla evlənməsini istəyir. Atasını bu fikrindən daşındırmaq istəyən qız ondan bir güllə tikdirməyi və tikinti qurtarana dək gözləməsini xahiş edir. Lakin qalanın tikintisi başa çatdıqdan sonra da şahın fikri dəyişmir. Qız qalaya çıxaraq özünü dənizə atır. Bundan sonra qızın dəyib parçalandığı qayaya qız daşı adı verilir. Nişanlı qızlar buranı ziyarət edir, daşın üzərinə gül qoyurdular. Bu rəvayətin başqa bir versiyası da var. Belə ki, qız özünü dənizə atdıqdan sonra onu sevən şəxs şahı öldürərək onun intiqamını alır. Lakin bir müddətdən sonra su pərilərinin qızı xilas etdiyini öyrənir. Rəvayət həm də sübut edir ki, bir vaxtlar Xəzər dənizinin suları Qız qalasının ətəyinə çatırmış. Xəzər dənizi dünyanın ən böyük gölüdür. Deməli, baxırıq 1-ci tapşırığa, daha doğrusu 11-ci tapşırığa. Mətnə əsasən biri faktdır. Bəzi sənədlərdə qala Xunsar adlanır. Bəli, bəzi sənədlərdə qala Xunsar adlanır. Elə A variantı faktdır. 12-ci tapşırıqda mətnə əsasən biri səhvdir. Qız qalasının keçmiş adlarından biri də Xunsar olub, düzdür. Güzə qalası işıq və od tanrısının məbədi olmuşdur. Deməli, düzdür. Qədim türklər Yunanlıların Asaru tanrısını sitayiş etmişlər. Səhvdir. Cavabımız C variantı. Qız qalası müdafiə məqsədi ilə tikilmişdir. Bu da düzdür. Səhv olan C variantında verilmişdir. 3-cü tapşırıqda deyir, mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil? Qız qalası haqqında hansı rəvayətlər vardır? Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil deyirsə, deməli, təbii ki də, bəli, rəvayətlər var. Qala niyə Güzə qalası adlandırılmışdır? Var. Qalanın hansı keçmiş adları olmuşdur? Var. Qız qalası neçənci ildə inşa edilmişdir? Bizə məlumat verilməyib. 14-də deyir ki, mətnin yarımbaşlığı ola bilməz. Ola bilməz deyirsə, Qız qalasının tarixi adları ola bilər. Haqqında rəvayətlər ola bilər. Qız qalasının sarsılmazlığı ola bilər. Qız qalasının memarı ola bilməz. Cavab D variantı. 15-də deyir, mətnə əsasən, daha doğru, mətndən belə bir nəticəyə gəlmək olar ki, baxaq, qalanı Yunan və Romalılar tikmişdir, xeyr. Qız qalasının tarixi adları olmuşdur, bəli. Qız qalası şahın qızının özünü qaladan atmasından sonra tikilmişdir, xeyr. Qala müdafiə məqsədi ilə deyil, memarlıq abidəsi olaraq tikilmişdir, xeyr. Belə nəticəyə gəlmək olar ki, Qız qalasının tarixi adları olmuşdur, daha dəqiq. Daha sonra baxırıq 16-cı tapşırığa. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənada işlədilmişdir? Baxaq. 16-cı tapşırıqda. Baxırıq. Deməli, ilk harda fəth olunmaq düzdür, yəni həqiqidir. Fikrindən daşınmaq elə ikinci
məcazi mənada işlənmişdir. İkinci baxaq hansı variantdadır. İkinci bizə verilib. Deməli B variantıdır. Qarşısında rəqəm yazılmış hansı cümlənin mətnlə əlaqəsi zəifdir? Təbii ki də Xəzər dənizi ən böyük göldür. Mətnlə əlaqəsi zəifdir. Ona görə də elə 4-cü cümlə mətnlə əlaqəsi yoxdur. Demək olar ki, A variantı. 18-də bizə deyir, səbəb-nəticə cədvəlinə əsasən nöqtələrin yerinə yazıla biləcək fikri müəyyənləşdirin. Baxırıq. Səbəbdə göstərilir ki, rəvayətə görə şah öz qızını sevmədiyi şəxslə evləndirmək qərarına gəlir. Görək nəticədə nə baş verir? Qız bununla razılaşmayaraq özünü qalaya həbs edir. Xeyr. Qız atasından bir qüllə tikdirməyi və tikilib qurtarana dək gözləməyi xahiş edir. Elə B variantı nəticə kimi göstərmək olar. Bəzi sənədlərdə qala xünsar adlandırılmışdı. Cümləsinin mətnin hansı hissəsinə aiddir? Təbii ki də burada olacaq girişə, çünki girişdə bu məlumatı var. A variantı. 20-də isə bizə deyir, mətndəki fərqləndirilmiş ifadəni hansı ifadə ilə əvəz etmək olar? Sitayiş etmək ifadəsini təbii ki də ibadət etmək ifadəsi ilə əvəz etmək olar. Cavab B variantı. Riyaziyyatına da göz gəzdirək uşaqlar. Birinci, yəni 21-ci tapşırıq çox asandır. 28-i 7-yə bölərik. Yəni böləni tapmaq üçün bölünəni qismətə bölürük. Ona görə də burada cavabımız olacaq 4. Qalıq hansı ədədə bərabərdir? Təbii ki də yenə bölürsünüz. Qisməti və qalığı tapırsınız. Burada qalığı olacaq. Deməli 4 olmuş olacaq. 675-i 321-ə vurursunuz. Daha sonra isə cavab alacaqsınız. Cavabı da 216.675 alacaqsınız. 24-də bizə deyir ki, hansı ədəd 8974 ədədindən 14 dəfə kiçikdir. Deməli, 8974-ü 14-ə böləcəksiniz. Daha sonra 641 alacaqsınız. 56 dəqiqə neçə saniyədir? 56-nı 60-a vuracaqsınız burada da. Bu da olacaq 3360 saniyə. Bunu yenə də eləmirik. Keçirik 27-yə. Hansı əməl sahə modelində təsvir edilib? Təbii ki də 65 vurulsun 53. 65 53-ə vuranda burada C variantında bizə göstərilmişdir. Baxırıq 28-ə. Deməli A 85, B 7 olarsa ifadənin qiymətini istəyir. Deməli burada olacaq 97 vurulsun A 85-dir. Üstə gəl. Mən niyə qıraqdan yazıram? Aha. Bir saniyə. Deməli 97 vurulsun 85 üstə gəl 2 vurulsun 7. Bu ifadənin qiymətini tapacaqsınız. 2-ni birinci 7-yə vuracaqsınız. 14 85 üstə gəl 14. Cavabı alandan sonra 97-ni də 99-a vurmuş və cavabı almış olacaqsınız. Bu da eləyəcək. Deməli 9603 olmuş olacaq A variantı. Baxırıq 29-a. 436 ədədindən 54 dəfə böyük olan ədəd hansı ədəddən 108 vahid kiçikdir? Deməli ilk öncə vurub daha sonra isə böləcəyik. Vurub daha sonra böləcəyik. Burada da cavabı alacaqsınız. 23652-dir. Yəni B variantını. Aylık gəliri 590 manat olan ailənin 2 illik gəliri neçə manatdır? 2 illik deyirsə, bir ayda, daha doğrusu bir ildə 12 ay varsa, 2 ildə olacaq 24. 590-ı 24-ə vuracaqsınız. Vurandan sonra da alacaqsınız 14.160, yəni C variantı. 536 ədədi ilə 21 və 67 ədədlərin cəminin hasilini tapacaqsınız. 21 ilə də 67-ni toplayanda eləyir. Deməli 88. Yəni 536-nı 88-ə vuracaqsınız. Buradan da cavabı alacaqsınız 47.168, yəni A variantı. 32-də isə bizə deyir ki, 89 ədədindən kiçik və ən böyük tək ədəddən, yəni 91-dən 111 dəfə böyük ədəd neçədir? Vuracaqsınız 111-ə. Buradan da cavabı alacaqsınız 9657-yə. Deməli uşaqlar, vurma və bölmə mövzusu ilə bitirdik. Yəni 5-ci bölmə ilə işimiz bitdi. Növbəti bölməmiz isə olacaq 6-cı bölmə, yəni həndəsi fiqurlarla bağlı. Həndəsi fiqurları da uşaqlar
tam bitirdikdən sonra, yəni mövzu izahları təbii ki də olacaq. Yəni Kür və Araz vəsaitindən, Çınar vəsaitindən təbii ki də çalışmalar kitabından, yəni izahlar olacaq. Yəni tək-tək mövzu üzrə. Daha sonra isə bu həndəsi fiqurlar mövzusunu da bitirdikdən sonra bu kitabdan bütün tapşırıqları işləmiş olarıq. İzahımız bu qədər uşaqlar. Sualınız olarsa videonun şərh bölməsində yazar. Bizdən nəsə, yəni dərslə bağlı istəyə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.